Salam aleykum, kanalıma ve videoma hoş gəlmisiniz. Kanalıma abunə olmayı unutmayın. Çiftliyi təmizləyiblər. Ot da töküblər. Böyük ihtimal yem verməyiblər. İndi yem verərəm bunlara. Paşa. Paşa artıq 7 aylıqdır. Oh. Mən gedirdim. Paşa sən nə evidir? İki dənə ceylə bağlamayı bildiniz ki, niyə bağlamışıq? Paşa belə, dəli paşamız. Yaxşı. İndi buna yem verərəm. Çox da yaxın getməyim. Buna limon. Bu da limondur. Bunu zəncirlə bağlayarıq gərək. Çünki ciyələri tez-tez qırır. Ona görə 2 dənə ciyə bağlamışıq. Geç. Ha. Geç. Ağıllı ol. Geç. Aferin. Bu video paşa haqqında olacaqdı və özünü göstərdi. Əlməzdi. Nəsə çox da buna yaxın getməyim. Cüzələr buradadır. Yeni təzə cüzələrdir. Xarkov cüzələri. Yıxıldı. Bakistan buradadır. 5 dənə Xarkov cüzəsidir. Çox qəşəng cüzədir bu arada deyim. Bu da bir anda orada var. İndi bunlara su göstərir. Böyük ihtimal su göstəriblər, amma yenə də göstərin. Ot veriblər. Qabaqlarında ot var. Ha. Bu içmədi. Paşaya da verin. Ha. Bunu sahaya bıraksa bəşəm ağırlanır. İnanmıram ancaq. Bunlara yem verin. Anasası yemdir. Ha. Sakit. Yemləri hazırladım. Bu böyük qabda olan paşandır. Gör necə baxır.
Bu da limonundur. İndi deyə bilərsiniz, nə verdim? Arpa yarması ilə çəpəyi qarışdırıb verdim. 1 kuruşka yarım arpa yarması, 2 kuruşka da çəpək verdim. Səhər axşam belə verirəm. Səhər-səhər 2 kuruşka arpa yarması verirəm, amma axşam-səhər 1 kuruşka arpa yarması verirəm. 1 kuruşka yarım verirəm. Belə. Limona isə 1 kuruşka hərəsindən veririm. Səhər-axşam. Qabaq yemirdi axşam-səhər, indi axşam-səhər da yeyir. Artıq böyəlib. Deməli. İyunun 24'ü 6 ay tamam olacaq. Onun isə iyunun 16'sı 7 ay tamam oldu Paşanın. Ciyələrin heç biri sıxıb eləmir. Yorumda yazarsınız. Ona görə deyim. Heç biri sıxmır. Zəncir gəlmə kimi bunlarla idarə edək. Yəni başın qalacaq belə qop qoyacaq. Sizcə Paşa böyəlib yoxsa eynidir? Keçmiş izləyicilər bilər. Belə çəkim. Belə çəkim sizcə. Baxın. Limon da buradadır. Əslində bunlar sahəyə getməlidirlər, amma hələ qalıblar. Havalar çox istidir. Çıxan kimi gün vuracaq. Buna görə çiftlikdədirlər. Bunu buraxmaq bilmirəm. Bu mənim öhdəmdə deyil, buraxılmayı falan. Mən buna qarışmıram. Ancaq bunu buraxarıq. 1-2 aydan sonra havalar güzələrdən sonra. Yayda buraxsa gün vuracaq. Ona görə buraxmırıq, qalıblar evdə. Nə bilim. Buradakı düyəni də soruşa bilərsiniz. Qıçı necə oldu? Qıçı yaxşıdır, amma biraz axsamayları qalıb. Belə yaxşıdır. Yara bitişib, kəsik olan yer yoxdur artıq demək olar, amma axsamayı qalıb. Bu da zamanla keçər. Cüzələrə dəm verim. Bunlar yemək yesinlər. Bir yarım saat falan inəklərin dalıyca gedərəm. Bunları gətirərəm. Belə evə gəlmirlər. Gec gəlirlər. Saat 8-də falan gəlirlər. Ona görə dallarıca gedirəm. Saat 7 üçün 8-də işləmiş falan evə gətirirəm. Yavaştan videonun sonuna gələk. Like atıb, abunə olmayı unutmayın. Paşa haqqında fikirlərinizi də yazarsınız. Sağ olun, görüşənədək.